motosiklet sürmək, Apex, bu qədər təlim. Bəs nəyə lazımdır bunlar? Budur, baxın, İbrahim. Arılar var. Salam. Deməli, bugün gedirik kartinga. Amma saat 12-dir. Bu istidə kartinga gedərlərmi? Xaliqin təklifinə gedərlər. Qardaşım. Xaliq deyir ki, keçəlləri bir dənə göstərin. Bizim hər Günün doğuşunu ilk hiss eləyənlər. biz hər vəziyyətdə bəli, ekstrem yaşamağı xoşlayırıq. Yəni dedi, axşam gün vurmadan hamı qırıq qızdırmadan. Şeylədə 12-də kartımız. Vallahi, neşlə. Yəni. Gedək taksi gəlir. Gedək onda. Deməli əziz dostlar, salamlar. Hər kəsə salamlayırıq. Yenə gözəl bir rubrika ilə qarşınızdayıq. Gedirik Baku City Karting mərkəzinə, Su İdman sarayında yerləşən və mən Elxana meydan oxuyuram. Sən mən istəd eləyənməsə. Elxan, səncə karting sürübsən? Bir dəfə sənlə sürmüşəm. Ha vaxt sürmüşük? O vaxtı yadıma gəlib yadımdadır. Yəni Biz mən ilk Dənizmola kartinglə tanışdığım səninlə oldu. Dənizmolda orada yolmuşdum bunu qəşəng. Amma ikinci yer mən çıxmışdım, ondan nəzərə İkinciləri heç kim xatırlamır bu arada deyil. Hatırlamaya bilər, amma ilk dəfə üçün ikinci olmaq çox məncə. Pis Bir deyil. də orada mən bilirsən nədən qorxurdum? Mən ümumiyyətlə kartinqin təcrübəsi olanlar gülə bilər bu məsələyə, amma mən elə fikirləşirəm ki, dönəndə aşma ehtimalı var. Ona görə, yəni o aşma ehtimalı var psixologiyası mənim üçün həmişə 1-0 geri Yox, aşma ehtimalı yoxdur. Məncə sən ola bilər Dənizmolda sürübsən, çünki oradakı pist asfaltdan fərqli olduğuna görə təkəri daha çox dayandırmağa meyilli olduğuna görə qalxır yan tərəfi, düz deyirsən, ola bilər. Hə, qalxır deyil, ondan amma biz qorxurdum, sürəcəyimiz yerdə ora asfalt olduğuna görə çox güman ki elə bir şey yaşamayacağıq. Çox güman ki dediyinə görə demək ki, yaşaya da bilərik. 1980-ci illər idi yaxın. Mixail Schumacherlə eyni pistdəyik. Mən öndəydim. 49-cu şeyə qədər, dövrəyə qədər mən öndəydim. Sonra bir anlıq düşündüm ki, mən bunu eləyə bilmərəm. Böyük bir əfsanəyə qarşı mən bunu eləyə bilmərəm. Sürətimi azaltdım. Daha inandırıcı olsun deyə rolu idarə etməni itirmiş kimi elədim özümü. Girdim sağ kıraya girdim. Schumacher bu söhbətə xəbəri var. Schumacher gör neynədi. Schumacher elə bilərsən ki, keçdi məni? Yox, ona görə əfsanədir. Schumacher gəldi, yavaşladı, çəkdi sağa və mənim maşınımı vurub itələyə apardı finişə. Bəli, və Arabalar seriyasının ilk bölümündə bu hekayədən ərsəyə gəlir. Balin külə elədi bura. Elə bir balaca çox elədim. Gəldi apardı da. Nəsə, yox inanıram. Sən səmimiyyətə inanmasan da, ümumiyyətlə belə inanmağa çalışıram. Bəli. Çünki o inandım, inanmadım, dəyişən bir şey olmayacaq. Ümumiyyətlə bunu qeyd edeyim ki, mən indi özün bilirsən ki, mən çox təcrübəli, yəni bir dəfə sürmək böyük bir təcrübəyə malik olmaq deməkdir. Çox təcrübəli, ölkənin ən yaxşı təcrübəli karting sürücülərindən biri olaraq bunu demək istəyirəm ki, həqiqətən də bir köprülük sürə bilmirəm. Amma təcrübə qazanılan bir şeydir. Amma sənə deyim, ilk dəfə mən kartingə gedəndə birinci yerə çıxmışdım istəmədən də. Amma özdə necə? Dostlarla getmişdik. Pavorotda hamısını vurub keçirdim. Elə bilirdim ki, ən qabağa keçmək birinci sayılır. Hə, lap o. Sonra mənə amma axırda baxdım ki, həqiqətən birinci yerə çıxmışam. Amma sonra da mənə izah elədilər ki, qabaqda getmək, bəli, qabaqda getmək birinci olmaq deyil, ən tez dövrü kim vurursa o birinci olur. Burada elə ola bilər ki, sən məsələn 4 tur ən axırda girə bilərsən, amma 5-ci turda ən sürətli bir dövrü tamamlasan, qalib sayılırsan. Keçə bilirsən. Dövrü tamamlamaqdan gedir də. Biraz mənə çatmayan şey eyni nədir, Elxan? Məsələn, tutaq ki, sən mənim qabağımdasan, düzdür. Və bütün dövriyədə mən sənin arxanda gedirəm. Mən səndən qabağa necə tez dövriyə vura bilərəm? Yox, sən hansısa bir lapda, hansısa bir turda ləngimiş ola bilərsən də. Hansısa bir turda ləngiyib, başqa bir turda daha üstün ola bilərsən, amma o birinci turu itirdiyin zaman keçmək şərt deyil də yenə. Keçmək şərt deyil. Bəlkə də keçmək də bir point verə bilər, amma burada 4-5 dənə döngə var ki, sərt döngə idi. Belə elə ki, düzbucaq kimi döngə idi. Mən onu tutmaram, amma ikincidə 100% bildim ki, ora görə sürətimi yavaşladım, yavaş döndüm. Gəlib cəmaət girirdi şeyə, amma mən dönüb o öz maşınını fırlanadan kimi mən keçib gedirdim. Yəni kiçik bir timing udurdum və salam. Burada əsas vaxt itirməmə məsələsi də mövzudur, yəni ki. Füzuli müəllimin yenə dəyəri Bəli, bizə öz töhfələrini verir. epik səhnələrindən biri. Yolu tanımaq çox önəmlidir sənin.
Hə. Trayektoriyanı tanıdım var. İkinci dəfə o şey eləmirsən də. Ya mən sən bir şey deyim, onsuz da Formula 1-də də, MotoGP-də də diqqətlə fikir versən, insanlar əvvəlcə adaptasiya müddəti keçirlər. 1 ay, 2 ay eyni pistdə o hər döngəni, hər tormuzu millimetrovka ilə hesablayırlar. Bizim kimi oğlanlar da yerindən yuxudan qalxıb tramvay pistə Səhər gedir. göz açılmamış. Şey yoxşadır, Günün ən bu pis vaxtı. Real Madridin o vaxtı Galaktikos klubu var idi. Məşqə zada getmirdilər də, istəyəndə məşqə gedirdilər. Məşqçi zada heç kim ona deyəmirdilər də ki, niyə məşqə gəlmirsiniz? İndi biz də onu kimi yerimizdən yatıb tramvay kartinqə gedirik. Allah axırımızı xeyir eləsin. Siz əlaqə nömrəsi. Gedirik təlimatlanmağa. Tutqa da gətiribsiniz. Diqqət, oturun. Belə gəldik. Baxın, eləsək. Bu pisdir də. Əsl bir Oyda əməlli başlı bu buralar. Ora bir daşlar. Yaxın çaşıb birdən bura girərsən, hə? O şeydə pit stopdur. Gəl orada su içib gələcək. Bu qırmızılar təhlükəli döngələr. Steve Smith təəssüf ki, sadəcə olaraq Deməli yeni transfer oldum artıq. Peşəkar karting. Bu nə necədir orada? İkiniz də imza atırsınız, xoşbəxt olun. Bəli. Yo, elə bir şkatur vurmağa gedirlər. Fəhlələr. Fəhlələri. Üçümüz də fəhlərik. Baş fəhlə. Özün form oturdu ha, qəşəng. İşə bu ilə gəlib gələcəm. Divijen. Prorab. Santexnik. Tell me, what can I do? I just wanna taste of you, my sweet piscolata. Elxan. Getdi. Gec başlamağım avantajı yoxdur, amma öyrənəcək. Geniş götür, dar dön. Geniş götür, dar dön. Mənim ən böyük istincaatım odur ki, məndə musiqi var. Çatırıq. Geniş götür, apex noktası. Oy oy. Vay bura. Hamısı Xaliqin günahıdır. Yavaş, yavaş. Bir dənə kəskin döngə olaymış, biz də getdik kəskin döngəyə girdik. Müəllim icazə verir ki, biz keçək. Müəllim özü də getmir, bizi də imkan verir bax. Şərait yaratmır gənclərə. Qaqan driftçi master. Müəllim, sənə nə deyim mən? Çox ləng qazlanır, qaz ses versə keçərəm. Müəllim məni qocaltdı. Все, bir.
Getdik. Xaliq Pro çox qabaqdadır da. Apex'i düzgün kəssəm məncə birinci ola bilərəm. Əsas Apex'i düzgün götürməkdir. Bu işin sirri bir də qorxmamaqdır. Bir də avtoşluq eləməkdir. İkisi də bizdə var. İstəyəndə eləyə bilirik. Bir de bunun bir tane problemi oldu ki beli çok serttir. Biraz yumuşak eləyində bunu onlar taxtadan eləyiblər elə bil zülümlər. Müəllim yoxa çıxıb. Müəllim yoxa çıxıb. Biz motosiklet sürürkənə hər cür nəqliyyat vasitəsini maksimum idarə eləməyə bacarmalıyıq. So, yaşayın. Yaşa, əlayam mən. Özümü bəyəndim. Bu mənim ikinci təcrübəmdir, yəni ikinci için məncə pis deyil. Yəni həyatımda ikinci deyək, belə deyək. Arada bir qaçırdıram döngəni, amma yaxşıyam. Amma bir şey deyim, çox ləzzətlidir də, yəni gecə gündüz sürərəm də bunu. Məncə həyatınızda bir dəfə də olsa bura gəlməmişsinizsə, mütləq gəlin. Avtoşluğa bax. Xaliqi də görəm, hətta Xaliqə çox yaxınlaşıram artıq. Bu özü də məni sevindirir. Arxanız adı zanos sad elətdiririk, hər bizi. Bir təcrübə yığıyoruz. Biraz çox elədik. Artıq çox eləmək olmaz. Vaxt itirir axı. Çox da zanos verəndə vaxt itiririk. O qədər də kəskin dönmək olmaz. Qorxmaq lazım deyil. O Apex xəttini tutsaq, məncə biz bu Xaliqə çatma ehtimalımız var. Bəlkə birinci də ola bilərik. Xaliqə çatmaq əslində birinci olmaqla heç bir əlaqəsi yoxdur. Əsas döngə turun sayıdır. Döngə tur sayını tamamlaya bilsək Xaliqə keçmiş sayıları. Xaliqin də kamerasını bu arada qoşmuşam. Xaliqin də kamerası var. O da çəkir. Qəşəng, Xaliqə də çatırıq. Yes! Xaliq döngəni səhv götürür prosto. Xaliqə də keçdi! Yes! Bu işi biz bilirik! Motosiklet sürmək, Apex, bu qədər təlim, bəs nəyə lazımdır bunlar? Hamısı bunun üçündür, Xaliq gəlir, iyi birə! Yaşa! Bax, bunları öyrənmək üçün hamısı. Hamısı bu gün üçündür. Hamısı bu gün üçündür. Əsas triki öyrənənə kimi də çətinlik. Ondan sonra çətinlik yoxdur. Həqiqi 10 dəqiqə bəs eləyir ha. Yəni nəfsinizə hakim olun. 70 dəqiqə zat götürüb eləməyin. Qəşəng, qəşəng, bəyənilsin. Bəyənilsin, sevdim bu. Bunu sürməyənin ağlı yoxdur. Qəşəng, kəskin dönüşlərlə, sürətli manevrlarla
İşimizə davam edirik. Bir dənə buradan kəskin. Əla. Möhtəşəm. Bir dənə bunun problemi komfort olmamasıdır. Məncə belə yaxşıdır bəlkə də. Amma Totomu əzdiyinə əminəm. Totom düppədüz olub. Burada çox kəskin də incə deyil. Yəni çox özünü sıxmağa ehtiyac yoxdur. Yaxşıdır, boşluqlar var. Orada birinci kruqda bir səhv elədik. O da ki, müəllimə görə səhv elədim. Mən dedim, yəqin bunlar yolu bilirlər. Basıblar da. Qəşəng. Əlayam, dəli balam. Səni özüm alam. Bu nə enerjidir? Hər gün sürmək lazımdır bunu. Ah! Apexləri düzgün götürsəz, əsas Apexdir. Motosikletdə də, maşında da, hər şeydə, bütün nəqliyyat vasitələrində düzdür. Mən peşəkar deyiləm. İndi bunu ilk dəfə düşürəm. Yalandan basmayayım, amma yəni düzgün nokta ilə dönə bilsəz, əsas məsələ odur. Bir də drift eləmək. Bir dənə də prosto sağ-sol gərəşi olayı, yumuşaq ola. Biraz en azından Totomu sağ-sol eləyəndə böyle avtoşluğa keçirik. Buradan kəskin götürdüm, все. Getdi. Yaşa. Xaliq məndən hələ ki uzaqdadır. Hələ bunun bir dənə şeyi də tutuzdura bilsəm. Döngə sinxronunu tutuzdura bilsəm, dönəndə bazı tormuz balansı var da. Çox tormuz vermək də bir şey deyil. Qəşəng. Möhtəşəm. Bitdi. Çox möhtəşəm. Bir dənə minusu var, bir dənə minusu var. O da oturacağına biraz qupqadan zaddan qoy. Oy, oy, yara elədi dalımı. Bir dənə söz deyim. Yo, bu günah bundadır. Mən görmədim, amma döngəni görmədim. Günah bundadır. Mən dedim, yəqin siz tanıyırsınız, şimdi alıza gedirəm. Eybi əlaydı, hər şey əlaydı. Əllərinizə sağlıq. Gəlin, 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 gəlin. Hop. Maraqlı şey. Bu hissəsiz oyun. Ben orada gözlədim sizi. Birinci elə kimsiniz ben? Yazıb. Siz şeydə geri qaldınız ona görə. Əslində sanisə ilə mən keçmişəm. Yaxın sən ona bax. Hə. Amma mən səni trekdə gəldim, keçdim də. Özüm gözlədim də sən dedim gəl keçsən. Yo, heç fikrim yox. Yo. 46. Bu keçmək sayılmır ki, biz orada hələ ləngimişik. Buna bax, belə keçmək olar. Lənət olsun. Onu çək. Çox qəşəng yarış keçdi. Möhtəşəm. Mən parkingində şeydim, mənim maşınımda zavod var. Epik bir moment yarandı. Getdi ki, videoda var. Salisə ilə Xaliq udub. Yəni sayılmır əslində. Yox, bu yarış deyildi, amma yaxın. Amma qəzanı nəzərə almasaq, qəzanı nəzərə almasaq, sanisə söhbəti. Nətər sürdüm? Əsas yarış oyunu. Səmimi ol, nətər sürdüm? Sən qabağa buraxmışam. Qəzanı nəzərə almasınız ki, mən qabaqdaydım da. Yox, burada olsa gec dalda qalmaq, qabaqda qalmaq deyil də, trek döngəsidir. Nətər sürmüşəm, səmimi ol. Yaxın, süper. Sən 100 dəfə sürmüsən, biz ikinci səfərdir məndə. Mən yarış ona görə deyirəm, yarış qurmuruq ki. Mən səni özüm gözlədim ki, sən mən keçəsən ki, biraz da sən mənim qabağımdasın. Hə, yaxşı. Yox, arxadan baxdın, nətər görsənirdim, yaxşı manevr. Burada drift zad eləyirdim ki, axırıncımı. Öyrəşsəm çox ləzzət olur. Bura bir də gəlmək lazımdır. Yenə gəlirik. Deməli, hər möhtəşəm günün bir də möhtəşəm sonluğu var. Biz skutra minib evə gedirik. Belə bu yetməyib hələ biraz da belə. Fikrin Bomba kimi. Yəni dəniz moldakı kartingdən qat-qat yaxşı idi. Əsas odur pist uzundur.
Sadəcə bir dənə yəni o test sürüşündə biz eşitmədik onu. O test sürüşünü mütləq yəni ki dəyərləndirmək lazımdır ki, harda sərt döngələr var, ümumiyyətlə harda sürət yığmaq lazımdır, harda tormuz vermək lazımdır. O ilk test sürüşü onu bəlli eləyir. Biz prosta yəni ki çox belə də yəni məktəbdən də həmişə sözə qulaq asan uşaqlar olduğumuz üçün Biz fikirləşdik ki, pul vermişik, birinci kuru boyuna dibinə getməz. qədər. Yəni dedilər 39 manatdır 10 dəqiqəsi. 38-99 zat qalmışdı. Biz də 1 qəpiyinə qədər sıxdıq sürdük heç nə. Amma problem deyil, yəni vaxt həqiqi geninə boluna bəsdir deyirəm. Əladır. Yəni onsuz da bir müəyyən bir yerdən sonra yəni sərt biraz belə deyim də sürdüyünüz maşın sərtdir deyə adamın əli ağrıyır. Tembol yəni belə deyim ki, daha çox xanımlar falan sürsə istər-istəməz yəni yorulacaqlar. Qardaş özü də bizə dedi ki, yorulacaq sonsuz. Yəni əla gəlib mütləq amma istidə yox. İstidə yox. Yaxşı olar ki gün Açıq heç isti də hiss eləmədim çox. Yo, necə isti? Yəni hə, düzdür. Qəşəng belə burada külək əsərində düzdür. Yəni bulvarın dənizindən yəni qəşəng külək gəlirdi. Amma yenə də isti adamı biraz da olsa narahat edir. Salam əleykum, təsir. Təəssüratlarım super, həmişə kimi. Baxın bizim hansı çəkdiyimiz video pis ola bilər ki? Bugünkü. Hamısı qəşəngdir. Nəsə sənə danışdığım Schumacher temasına indi yəqin ki inandın da, yəni kıl Həqiqətən fərqi. gördüm ki, çox söhbətli. Ona inandım. Qəşəng keçdi amma kaş ki 1 saat, 2 saat, 3 saat sürərdi amma Bir dənə 10 bura, dəqiqə bura, sürdü. bura. Və sonluğu da baba, keçib belə olacaq. Sağ ol denə. Gəl bura. Sağ ol. Sağ olun, gələn görüşlərə də. Dirəkdən heç belə işlədən olmur.